Ləman, gərək xəstəxanaya gedərdik, sonra gəlib izahat verərdim. Yox. Məni bu hala salanlar tapılsınlar əsas. Sonra gedərəm. Yaxşı, necə istəyirsən. Axşamınız xeyir Toğrul bəy. Axşamınız xeyir. Rəis sizi gözləyir. Oldu. Keç Ləman. Gərək qızı gecə vaxt tək buraxmazdım. Sən oradan bilə bilərdin ki, belə olacaq. Neysə, keçin mən də içəri. Gel. Buyur əyləş ol. Buyurun, davam edin. Mən bağ evindən çıxmışdım. Yol qırağı ilə gedirdim. Arxamca maşınla gəldilər. Mən də qorxdum, dedim ki, rədd olun. Amma getmədilər. Sonra söz atdılar mənə. Getmədilər, maşınla qəfildən yolumu kəsdilər. Sakitləş Əlman xanım. Davam edə biləcəksiniz. Mən sonra qaçmağa başladım. Onlar da arxamca qaçdılar. Məni tutdular, maşının yanına apardılar. Hətta onlardan biri ağzımı tutdu. Yaxşı, sakitləş Ləman. Mən sonra qaçmağa başladım. Onlar da arxamca qaçdılar. Sonra məni tutub yerə yıxdılar. Yıxılanda da başım dəydi, daşa dəydi. Sonra mən qışqırmağa başladım. Mən qışqırandan sonra da onlar qorxub qaçdılar. Sonra da mən bağ evinə qayıtdım. Maşının nömrəsini görə bilmədiniz? Yox, çox qaranlıq idi. Bəs onların görünüşləri necə? Təsvir edə bilərsiniz? Biri hündür boyuydu. O birisi də. Sakit ol Ləman. Sakit ol. Bitdi izahatı. Yox hələ. Yaxşı, onda mən gedim. Keyfimiz də pozuldu ya. Mən burada qalacağım. İstəyirsən yola salım səni. Yox, ehtiyac yoxdur. Özüm gedərəm. Əhməd aşağıda da yola salacaq səni. Yaxşı.
Buyurun imzalayın. Gel. Teşekkür ederim. Tez bir zamanda tapacağım onları. Reis, sizdən çox xahiş edirəm. O alçaqları tapıb cəzalarını verəsiz. Oldu Toğrul. Heç narahat olmayın. Yaxın zamanda hamısı tapacaq. Yorulmayasınız. Biz gedə bilərik. Əlbəttə. Gedə bilərsiniz, buyurun. Gələm. Gecən xeyrə qalsın. Xeyrə qarşı. Gəl. İstəyirsən sənə həkimə aparım. Yaxşıyam. Amma evə getmək istəmirəm. Yəni Lalə ilə xalam məni belə görsələr çox pis olarlar ona görə. Öz evinizə aparın. Yox. Əgər sizin üçün də problem olmazsa bağ evində qala bilərəm.